Xaricdə təhsil almaq istəyirəm cümləsi çox gözəl səslənir. Amma bu cümlənin davamı da konkret və şüurlu olmalıdır. Son 10 ildə müşahidələrim onu göstərir ki, sıx gənclərlə əlaqədəyəm. Çox böyük maraq var xaricdə təhsilə, arzu var, istək var. Lakin niyə sualının cavabı konkret deyil, çox təəssüf ki. Gənclər qonşularına baxır, başqalarına sosial mediadan baxır və xaricdə təhsil almaq istəyi yaranır. Lakin niyə mən bu təhsili istəyirəm? Bu təhsil mənə nə qatacaq, nə qazandıracaq? Suallarından belə deyək də cavab vermədən bu addımı atmaq istəyirlər. Bu səbəbdən də düşünürəm ki, xaricdə təhsilə qərarını verməzdən öncə cavablamalı olduqları 3 sual var əslində. İlk növbədə mən bu xaricdə təhsili niyə istəyirəm və bu qərar mənim uzun müddətli planlarıma necə xidmət edir? Eyni zamanda da seçdiyim universitet, ixtisas mənə real bacarıqlar və ümumiyyətlə əmək bazarında dəyər qazandıracaqmı? Bu da diqqət etməli olduqları məqamlardan biridir və ən son olaraq da əlbəttə ki, bu ölkədə akademik, psixoloji və sosial baxımdan yaşamağa hazıram ya yox? Bu cavabları verdikdən sonra gənclər və bu məqamlara nəzər yetirdikdən sonra qərar verməlidirlər ki, xaricdə təhsil istəyirlər yoxsa yox.